Əziz həmvətənlər, mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün Ağdamlıları ürəkdən təbrik edirəm. Əziz Ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpağına qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üç tərəfli bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır. Və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hal-hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73% işğal edilmişdir və qalan ərazilərdə, bizim nəzarətimizdə olan ərazilərdə biz son il ərzində böyük quruculuq, abadlıq işləri aparmışdıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi. Bütün digər infrastruktur layihələri orada icra edildi. Böyük olimpiya idman kompleksi inşa edildi. Həstəxana, məktəblər, muğam mərkəzi inşa edilmişdi. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişdim. Və onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 qaçqın şəhərci salınmışdır və biz Ağdam rayonuna 93 min qaçqını yerləşdirə bildik. Və görülmüş işlər və böyük investisiyalar hesabına bugün Ağdam rayonunun əhalisinin 45%-i Ağdam rayonunun ərazisində yaşayır. İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Bir dənə də nə Cəbrayılda, nə Füzulidə salamat bina qaldı. Yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər, qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb. Və mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirlər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində, bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Və bir arzu ilə bizim bütün qaçqınlarımız yaşayıb bütün bu illər ərzində ki, öz doğma torpaqlarına qayıtsınlar və orada dövlətin dəstəyi və köməyi ilə özləri üçün yeni həyat qursunlar.
Ağdam şəhərini də biz bərpa edəcəyik. Əlbəttə ki, bunu etmək üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb ediləcək, planlı şəkildə infrastruktur layihələri icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara ora qayıtmaq üçün dövlət tərəfindən köməklik göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda əhali baxımından dediyim kimi ən böyük rayondur. Bizim əslində bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib. Vəsait Prezidentin ehtiyat fondundan ayrılıb, ilkin olaraq 50 milyon manat, ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli, Alxanlı, Füzuli, Şuşa yolunu biz bir neçə hissəyə bölürük və göstəriş vermişəm ki, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilir ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yoluydu. İndi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üç tərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq. O cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra da açılacaqdır və hesab edirəm ki, kommunikasiyaların açılması eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzun müddətli sülhə də öz töhfəsini verəcəkdir. Bu işlər indi planlı şəkildə öz həlini tapacaq. Artıq birinci böyük layihəyə biz start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq və Ağdamlılar və bütün başqa işğaldan azad edilmiş rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə o bölgələrdə işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, böyük vəsait ora xərclənib. Və o istehkamlar elə qurulub ki, Azərbaycan ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bugün Azərbaycan ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir? Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bir arzu ilə yaşayır bütün bu illər ərzində ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi. Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks təqdirdə onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəklər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma Dağlıq Qarabağ Respublikası, keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti yox, bütün digər işğal edilmiş torpaqları da əhatə edirdi. Və bunu bunlar beynəlxalq ictimaiyyətə təqdim edirlər. Mən bu məsələ ilə məşğul olan vasitəçilərə
dəfələrlə demişdim ki, siz buna fikir yetirin. Siz indi bu məsələni sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir. Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir. Azərbaycan məscidləri dağıdılır. Bizim bütün tarixi, mədəni irsimiz silinir. Yeni xəritələr tərtib edilir. Ermənistan məktəblərində olan dərsliklərdə Qondarma Dağlıq Qarabağ Respublikasının xəritələri dərc edilərkən, orada bütün işğal edilmiş torpaqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən bütün işğal edilmiş torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs nətər olacaq? Bəs siz deyirsiniz ki, sülh yoludur, bu həll olunacaq. İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi. Bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, vəhşiliyini göstərirlər, öz vəhşiliyini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və yayır dünyaya. Biabır edir onlar. Onlar özlərini biabır edirlər. Qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıran, döyüşkən xalq adlandıran. Bəs nə oldu sizin döyüşkən ordunuz? Hardadır bu? Pərən-pərən oldu. Vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu. Biz məhv eləmişik. Və bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu böyük siyasi uğurumuzdur. Amma əgər bu hərbi qələbə olmasaydı, bu da mümkün olmazdır. Ağdamlılar 1-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar. Çoxlu şəhidlər vermişlər. 2-ci Qarabağ müharibəsində, Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm. Allah onlara rəhmət eləsin. Allah onların yaxınlarına səbr versin. Onların yaxınlarına, valideynlərinə bir də müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əskər zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib, onlar daim diqqət mərkəzində olacaqlar. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edir. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt apara bilən bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı artıq göstəriş verildi. Mövcud olan infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız var və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq yeni qısa müddət ərzində salınmış yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz
görəcəyik və bizim böyük qayıdış planımız hal-hazırda tərtib edilir. Müharibəyə gəldikdə bir də Azərbaycan əskəri zabiti qəhrəmanlıq göstərdi. Ancaq Ermənistan ordusundan fərarilik edənlərin sayı 10.000-i ötüb. Özdə bunu onlar özləri deyirlər. Onların rəsmi şəxsləri deyirlər. 10.000-dən çox fərari olub. İndi bir də bunu göstərir. Hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu əslində o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, digər kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən qatillər, onlar hərbiçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Və son 2 il ərzində nə qədər erməni oğru generalı həbs edildi. Tuşonka satan, əskərin payını satan generallar, onlar oğrudular. Onların qəhrəmanları qorxaqdılar. Onların rəhbərləri cinayətkardılar. Və artıq 20 il ərzində 98-ci ildən 2018-ci ilə qədər artıq Ermənistan rəhbərliyi özü bunu deyir ki, bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərliyi edib. Son 2 il yarım ərzində isə kim rəhbərliyi edib, artıq bütün dünya görür. Və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad, uğursuz ölkə. Və bu uğursuzluğun səbəbi nədir? İşğal. Dəfələrlə mən bunu demişim. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacaq. Gec-tez torpağımızı qaytaracaq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın bir müddətdə müstəqil ölkə ola bilmədi. Bugün də müstəqildir. Ermənistan faktiki olaraq müstəmləkədir. Buydu-mu erməni xalqının arzuları? Buydu-mu onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğalda nə qazandılar? Heç nə. Biabır oldular, siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda bir fəal iş apararaq onları biabır etdik və bizə lazım olan beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul etmişik. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, məğlub edilmiş ölkə damğası ilə yaşayacaqlar. Onlar Bakıda yaşayırdı, Gəncədə yaşayırdı, başqa bizim şəhər rayonlarımızda yaşayırdı. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bu rəzil durumda bir-birini didirlər, olan qalan dövlətçiliyi də məhv edirlər. Və mən o vaxt demişdim ki, onlar ağıllarını yıxsınlar başlarına, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam, ideologiya baxımından çox belə ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götür. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini, kudurəti yaşadıb öz ürəyində illərcə? Kim öz uşaqlarını nifrət deməli hissi ilə böyüdüb? Və bunun gələcəyi budur. Budur bunun gələcəyi, budur bunun reallıqları.
İndi Sovet İttifaqı Almanya ilə müharibə zamanı 10 milyonlarla insan itirib. 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi bu Rusiya ilə Almanya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri, Fransa, İtaliya ilə nə qədər müharibə aparıb. Almanya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkə bu, necə deyərlər, nifrəti öz ürəyində yaşadır, bunu necə deyər, alovlandırır. Budur Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Və digər tərəfdən qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünə qəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası və ərazi iddiası da onlar müəyyən müddət ərzində reallaşdıra bilmişdir. İşğal etmişlər bizim torpaqlarımızı. Qonşu xalqı didərgin salmışlar və hesab edirlər ki, onlar haqlıdır və saxta tarix yaradırlar. Və bütün başqa ölkələrdən onlar indi yardım gözləyirlər. Elə bir ki, bütün dünya bunlara borçludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Yendir o bayrağı dirəkdən. Bük, qoy cübüvə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri, öz bəlalarının səbəbkarlarıdır. Və bəlkə də onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı. Ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram? Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Və mən ölkə prezidenti və Ali Başkomandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda artıq ədavətə son qoyulsun və normal, indi işgüzar münasibətlər qurulsun. Hər halda biz bunu istəyirik. Və müharibə dövründə, mən demişəm, bir də deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq. Necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq. Biz onları qoruyuruq. Və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq. Biz onların şəhərlərini dağıtmamışıq. Halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Han kəndini dağıtmaq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Elədikmi biz bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi? Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Və bir də demək istəyirəm ki, Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir. O cümlədən erməni xalqı minlərlə erməni Azərbaycanda yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox, normal Azərbaycan vətəndaşları kimi yaşayırlar. Və əminəm ki, bugün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək, başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir. O ki qaldı, bugün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılması, ona da mən aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, güya ki, Dağlıq Qarabağdan 90 min erməni deməli, oradan qaçqın olur. Bu yalandır. Dağlıq Qarabağ ərazisində və bizim işğal edilmiş torpaqlarda maksimum 60-65 min
insan yaşayıb. Bu, 2-ci Qarabağ müharibəsinə qədər. Hardan biz bunu öyrənmişik? Bizdə operativ məlumat var. Bizdə o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir. Onların xunta başçısı harada gizlənir və o da yəqin ki bilir ki biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerde otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, pek görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o bölgədə işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın hardan gəldi? Yəni, yenə saxtakarlıq, yenə yalan, yenə indi məliyə, sürünə indi onun bunun ətəyindən yapışacaq ki, mənə kömək elə. Mənə kömək elə onların ideologiyasının əsas prinsipidir. Və bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə nəsə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, pretenziya irəli sürmək kimə xeyir gətirib bu günə qədər? Bu qaçqınların sayı ilə bağlı yalanları biz ifşa edəcəyik və bu qaçqınlar əgər olubsa, o bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim 94 şəhidimiz var mülki vətəndaşlar arasında. 400-dən çox yaralı mülki şəxs var. 3000-dən çox bizim evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar məqsəd yönlü şəkildə vururdular. Balistik raketlərlə Gəncəni vurmuşdular. Kaset bombalarla Bərdəni vurmuşdular. Fosfor bombalarla, bu hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtəri. Hər saat, səhər mənə məlumat verilirdi. Nə qədər mərmi düşür. Gün vardı ki, 2000 mərmi gündə bir şəhər özdə balaca şəhərdir, düşürdü. Bu erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyildimi? Görün, kimlərlə biz üz-üzəydik və kimi biz məğlub eləmişik. Yenə də deyirəm, bu təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni xilas elədik erməni faşizmindən. Dünyanı xilas elədik erməni faşizmindən. Amma baş qaldıra bilər. Amma biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addım atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addım atacaq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şər qoya bilməz. Və bizə müharibənin ilk günlərində şər qoymaq istəyən, hədələmək istəyən, şərrəmək istəyən ölkələrin, bəzi qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər ki, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək. Və mən də o liderlərdən deyildim ki, kimdənsə nəsə qəbul edeyim, hansı sözü. Artıqlamasıyla cavab vermişəm və verəcəm lazım gəldikdə. Ona görə, əgər erməni faşizmi biri də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təhribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz. Və hal-hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət bizim əlbəttə ki, imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq xəritəyə baxmaq kifayətdir ki, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökmü sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə tələtumlara gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər
Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını çökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin. Və bundan sonra bu bölgədə Azərbaycanın imkanları təbii ki, genişlənəcək, təsir imkanları o cümlədən, amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanır. Bugünə qədər yaşadığımız bölgədə bütün işlər əməkdaşlığa təkan verir. Layihələrimiz, energetika, nəqliyyat, humanitar, bütün bu layihələr əməkdaşlığı dərinləşdirir. Bir dənə də biz səhv addım atmamışdıq. Bir dənə də qonşumuza, məsəl üçün, hansısa problem yarada biləcək addım atmamışıq. Buna görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri nədir? Azərbaycanla belə işğal, Türkiyə qarşı ərazi iddiası. Rusiya indi, necə deyirlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilmirlər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, öz hava məkanını bağlayıb, bizim xahişimizi nəzərə alaraq, ona görə ki, istəməyib ki, onlar gəlib Azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da öz hava sahəsini bağlayıb müharibə dövründə və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Rusiya bunlar iddia qaldırırlar ki, Rusiya bunlara kömək eləməyib. Rusiya prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan öz beynəlxalq hüquq tərəfindən tanınmış ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına, imkan yaradılmasından söhbət gedə bilməzdi. Ancaq bunlar hamıya irad tutur, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar? Biz isə bundan sonra inkişaf yolumuzla da sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əskər zabitlərimiz öz gücünü göstərdi. Siyasi müstəvidə biz gücümüzü göstərdik və üç tərəfli bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu bəyanat dünyanın gözü qarşısında imzalandı. Rusiya prezidenti və mən, amma Ermənistan baş naziri harda bunu imzalayıb? Onu hələ ki yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa ya ambarda, ya indi qapalı bir yerdə, ya yaşadığı bunkerdə fərqi yoxdur. Onun imzası orada var. O əslində kapitulyasiya aktıdır. Bu, Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib. O cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu şərtləndirir bizim qələbəmizi. Və bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yarattı. Amma baxın, beynəlxalq təşkilatların buna reaksiyası nədir? Var mı reaksiya? Yox. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur. Özü tamamilə əsassız. Tamamilə əsassız. Bir qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıb mı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz verir. Avropa Şurası
Hardasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan. Hardasan Avropa Şurası? Niyə susursan? Monitoring komitəsi, yaxud da ki, bir neçə orada məruzəçi təyin edir bizim Azərbaycan üzrə. Ermənistan monitoring altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitoring komitəsin, siyasi komitə? Və görmürsünüz ki, repressiya baş alıb gedir Ermənistanda. Görmürsünüz ki, diktator at oynadır. Öyle diktator məğlub edilmiş, rəzil vəziyyətdə olan diktator. Və niyə səsinizi çıxartmırsınız? Və hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz. Olmayacaq. Ördbastır eləyəcək. Ördbastır. Avropa Parlamenti Azərbaycana qarşı ondan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edir. Niyə susursan? Avropa Parlamenti özünü burada güya dünyanın belə demokratiyanın mərkəzi sayırsan. Bir səs çıxart, açıqlama ver, bəyanat ver, qına ginən bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb, o parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Qeyri-hökumət təşkilatları müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan. Niyə susursunuz? Niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, sustunuz. Kaset bombalarla, fosfor bombalarla bizi vurdu, sustunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm. Hamısını artıqlamasıyla. Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq iqtidar birliyi. Budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz bax budur, birlikdə. Güc və birlik. Və yəqin ki, Azərbaycan xalqı xatırlayır ki, son 3-4 il ərzində mən demişdim dəfələrlə öz çıxışlarımda ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, kim güclüdür, o da haqlı prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən düzgün təhlil eləmişəm beynəlxalq vəziyyəti. Demək istəmirəm ki, biz də bu yolla gedirik. Yox, bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Və hazırlıq işləri gedirdi. Bütün bu illər ərzində həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə ordu quruculuğu sahəsində. Və bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq. Əbədi, o damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik. Bugün Ağdamın azad olunmasını mən xalqıma böyük qürur hissi ilə bu həbəri çatdırıram, bu müjdəni verirəm. Və bugün bizim yaşadığımız günlər, yaşadığımız anlar əminəm ki, hər bir Azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazırıq. Bu zəfər tarixidir. Bundan sonra biz ilk növbədə işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik.
bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq. Bir daha, əziz xalqım, əziz Ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir, Qarabağ Azərbaycandır.